Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin Ebil Kasimi Muhammedin Mustafa ve alihi tahirin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli bi rahmetike ya erhamer rahimin. İbadətlərimizin, itaətlərimizin qəbul olması üçün Muhammed və Ali Muhammedə salavat zikr edək. Məclisimizin faydalı, xeyirli, bərəkətli olması üçün bir daha salavat zikr edək. Bugünkü mövzumuz La ilahe illallah'ın şərtlərindən biri haqda olacaq və bu şərt demək olar çox yerdə məsələlərin, şəriət məsələlərinin çoxsunda çox önəmli bir məqamdadır. Yəni bu günləri mövzumuza aid danışırıq. O demək deyil ki, bu mövzu bundan tamamlandı. Yox, ola bilsin. Başqa bir dəfə bu mövzuya qayıdaq, amma başqa bir səmtdən. Yəni, bu mövzunun bir neçə üzü var, bir neçə tərəfi var. Hər tərəfdən yanaşanda fərqli bir mövzu ortaya çıxır. Deməli, hədislərdə var, Əhl-i Beytdən bizə yetişib. Tohid əhlin bədənini Allah Teala cəhənnəm oduna haram eləyib. Yəni, kim la ilahə illallah desə, həmən o şəxsin vücudu cəhənnəm üzü görməyəcək. Amma bu kəlmə kimi qeyd elədik, savabı var, faydası var. Amma o vədə verilən məzmunu əldə eləmək üçün bir neçə şərt var. O şərtlərin ikisini qeyd eləmişik. Elm şərti və ixlas şərti və bu günləri yəqin şərtindən danışacaq. La ilahə illallah dedikdə bu kəlməni dilinə gətirən şəxs onu hardan gətirməlidir dilinə? Yəni bu kəlmə hardan gəlməlidir dilə? O dildə deyilməlidir. Deyilməsə olmaz. Yəni bir nəfər deyək, zehnində, ağlında bu kəlməni formalaşdıra, amma dilinə gətirməyə həmən o şəxsə biz müsəlman deyə bilmərik. Məsələn, bir xristiyan, yahudi gələ, iştirak eləyə, İslamı qəbul eləyə, amma dilinə gətirməyə. Fəqət zehnində mən müsəlmanam, la ilahə illallah, Muhammed Resulullah, amma dilində cari eləmir. Yox, dilə gəlməlidir, amma dilə hardan gəlməlidir? O mövzu araşdırılacaq və bu yəqinin bölmələri hədislərə uyğun, ayələrə uyğun alimlər tərəfindən müxtəlif bölgülər aparılıb yəqin mövzusunda. Ağır mövzulardandır. Biz isə bu günləri yəqinin tam fərqli bir bölgüsün mövzumuza aid olan hissəyə nəzər salacaq. Muhammed və Ali Muhammedə salavat zikr edin. Allahümme salli ala Muhammed və Ali Muhammed. Yəqin üç hissəyə bölünür. O elmül yəqin, eynül yəqin, o sonra gələcək. O bölgədən danışmıram. Deməli, yəqinul hissi, yəqinul aqli, bir də yəqinul ixbari. Təkrar edirəm. Yəqinul hissi, yəqinul aqli, bir də yəqinul ixbari. Bunlara izah verəcəm, ondan aydın olacaq. Yəqinul aqli nədir? Əvvəl yəqin özü nədir? Cürəbəcür təriflər var, cürəbəcür izahlar var. Biz o həzm olunması mümkün olananı götürək.
Yəqin elmdir. Yəqin elmdir. Tərif bu cürünə verilər. Huwa istiqrarul ilm, huwa istiqrarul ilm min dun təhavvül və təğəyyür. Elmin sabit qalması və heç bir dəyişikliyə, heç bir zamanda, heç bir məkanda dəyişikliyə məruz qalmayan elmə deyərik nə? Yəqin. İstiqrarul ilm min dun təhavvül və təğəyyür. Başqa kitablarda ola bilsin, yəqinə tam fərqli bir tərif, tam fərqli bir izah əldə eləyə bilərsiniz. Yenə deyirəm, bu o demək deyir ki, vəhidir, nazil oldu, mövzu tükəndi. Yox. Bəzi alimlərin başa düşdüyünə görə, bəzi alimlərin hədislərdən, ayələrdən həzm elədikləri budur. Yəqin elmdir, fərqli elmdir. Başqa elmdən necə fərqlənir? Zaman və məkanda heç bir dəyişikliyə məruz qalmayan elmə deyərlər nə? Yəqin. Həmən bu yəqin bölünür üç hissəyə. Əqli, hissi, bir də ixbari. Əvvəl əqlidən başlayaq. Məsələn, bir nəfər bir divarın arxasından tüstünü görür. Tüstü qalxır. Dərhal insan özündə nəyə yəqin eləyir? Tüstüyə? Oda. Ki orada od var, amma odu görmür. Nə istiliyin görür, əli ilə toxuna bilmir, nə odun alışan zamanı səsini duya bilmir, nə də ki gözü ilə odu görə bilmir. Ağlı hökm kəsir ki, bu məqamda şəkk eləmə. Orada nə var? Od var. Görmədən, hiss eləmədən, eşitmədən şəxs yəqin əldə edir ki, o divarın arxasında nə var? Od var. Yanar nəsə bir kütlə var. Buna deyilir yəqin əqli. Yəqin hissi nədir? 5 o hissiyatımızın vasitəsilə əldə elədiyimiz məlumatlar. Deməli, o hissiyatlarımızdan biz müəyyən şəkilləri kopyalayırıq, nüsxələyirik, zehnimizdə bir növ o qovluqlara cəm eləyirik. Gözlə gördüklərin, əllə toxunduqların, dadmağın, eşitməyin, bunlar hamısı vasitədir, hiss yolu ilə əldə olunan yəqinə. İndi, odu gördüm, görmək vasitəsi ilə və yaxud tüstünü gördüm, bu məndə tüstüyə qarşı nə yaratdı? Yəqin yaratdı. Yaxınlaşdım tüstüyə, gördüm gözüm acılanır, nəfəs rahat ala bilmirəm. Və yaxınlaşıram, görürəm orada isti bir nəsə var. O mən yaxınlaşdıqca və yaxud uzaqda olanda müəyyən hiss qüvvələri mənə yardımcı olur ki, mən özümdə müəyyən şeylər üçün yəqinlik əldə edeyim. Odun olmasına, tüstünün olmasına, odun isti olmasına, yandırıcı olmasına və s. ilə axır. Həmən bu vasitələrlə mən özümdə nə edə bilərəm? Yəqin əldə eləyə bilərəm. Məsələn, çox misallar götürmək olar. Məsələn, alma və yaxud armud, bu qida, meyvələr, onun şirinliyi, onun faydalı olmasını mən gözlə təyin eləyə bilmərəm və toxunmaqla da təyin eləyə bilmərəm. Gərək mən onu dadım. O zaiqə hissi ilə mən özümdə yəqin əldə eləyəcəm ki, bu meyvə şirindir və bu meyvə, məsələn, turşdur. Məsələn, limonu, bir nəfər limon görməyibsə, ona 1 saat, 2 saat, 3 saat baxsın, əlində o tərəfə, bu tərəfə atsın və
heç vaxt başa düşməyəcək ki, o turşdu ya yox. Gərək onu neynəsin? Datsın. Bu hiss yolları ilə özündə yəqin əldə eləyəcək ki, həmən bu cisim şirindir və bu cisim nədir? Turşdur. Deməli, əqli yolla insan yəqin əldə eləyə bilər, hiss yolu ilə insan yəqin əldə eləyə bilər. Bir də ixbari. Bu mövzunun üstündə dayanacaq. İxbari nədir? İxbari yəni xəbər vermək. O yəqin ki, xəbər vermək yolu ilə insanda yaranar. İndi burada incəlik nədədir? İxbari yolla əldə olunan yəqin hiss yolu ilə əldə olunan yəqinin hökmünə düşməlidir. Təzədən təkrar edirəm. İxbari yolla əldə olunacaq yəqin o bərabərdir hiss yolu ilə əldə olunan yəqinə. Mən hardan bildim ki, od yandırıcıdır? Çünki əlimi salmışdım oda. O toxunmaq, lamisə qüvvəsi ilə mən bildim ki, bu cisim nədir? Yandırır. Hardan bildim ki, buz soyuqdur? Çünki əlimi toxundurdum. O lamisə qüvvəsi ilə bildim ki, bu nədir? Soyuqdur. İndi ixbar yolu ilə əldə olan yəqində hissiyyat yoxdur. İxbar yəni xəbər vermək yolu ilə əldə olunan yəqinlər. Cənnət var ya yox? Görmüsünüz? Yox. Eşitmişsiniz? Yox, indi kimdən eşitməyi saxlayıram. Görməmişik, eşitməmişik, toxuna bilmirik, dada bilmirik. Bu 5 hissiyatın heç biri cənnəti bizi nədir? Sübut eləyə bilmir. Amma od istidir, sübut eləyərəm özümə də, başqasına da. Əlimi vuraram, özümə sübut olar, əlini toxunduraram, həmən o şəxsə sübut. Amma cənnət var. Mən necə sübut eləyim sizə ki, cənnət var? Gəl baxaq, baxmaqla görməyəcək. Gəl dadaq, dadmaqla da görməyəcək. Dinləyək, alınmayacaq. Toxunaq, alınmayacaq və buna bənzər. Bu yollarla sübut eləmək olmur. Yəqinin hasil ağılla da otursun, şəriət yoxdur. Şəriət yoxdur. Ağıl cənnət cəhənnəmi müstəqil olaraq heç bir şeyə söykənmədən ümumi şəkildə sübut eləyə bilər ki, cəza var, mükafat var. Amma o cəza necədir, mükafat necə olur, onlara ağıl nədir? Yetişə bilməz. Ağıl yetişə bilməz. Ağıl ona hökm kəsə bilər ki, bu insan yaxşı adamdır və yaxşılıq eləyənə mükafat vermək lazımdır. Ağıl bunu deyir. Bu insan şər işlərlə məşğuldur, şər insana cəza vermək lazımdır, ağıl bunu deyir. Amma nə qədər mükafat verilsin, nə qədər cəza verilsin, necə mükafat verilsin, necə cəza verilsin, bunlara ağıl yol tapa bilməz. Məsələn, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, zinakar kişi ilə zinakar qadına 100 qamçı vurulsun. Fəcliduhuma mi'ətə cəldə. Cəldə yəni qamçı, mi'ə yəni 100. Zinakar kişi, zinakar qadına 100 qamçı vurulsun. İndi olarmı ki, mən bunu azaldım və ya çoxaldım? Ağılın məhsulu deyir ki, baxım şəxsin vücuduna, deyim, bu zəifdir, buna 20 dənə vurun. Bunun bədəni möhkəmdir, buna 100 dənə vurun. O daha möhkəmdir, ona 150 dənə vurun. Bu ağılla deyir yəni, şəriətdir. Ağıl niyə 100 dənə, 99 dənə yox? Ağıl yetişib təhlil eləyə bilməyəcək onu. Və hissiyatla da alındıra bilmərik. O ixbar, yəni bizə xəbər verilən yolla. İndi qanunu öyrədirəm sizə. Qanunu belə biz öyrənməliyik. O xəbər ki, bizə yetişdi, o yəqin ki, bizə xəbər yolu ilə yetişdi, həmən o yəqinin dəyəri xəbər verənin dəyərində olacaq. Allah bizə
xəbər verdisə, o xəbər üçün yetişə bilmərik axı, həmən o səhnəni yaşaya bilmərik biz. Misallar gətirəcəm. Sadəcə olaraq fikir oyadıram. Misalla yerinə oturacaq. Deməli, yəqin xəbər yolu ilə, iki şey dedim mən. Xəbər yolu ilə əldə olunan yəqin bərabər olmalıdır hiss yolu ilə əldə olunana. Elə bir orada olma, elə bir yox, oradasan. Çünki belə olmasa, yəni ki, imanda zəiflik hesab olunacaq. Və xəbər yolu ilə əldə olunan yəqinin qədəri, dəyəri xəbər verənin qədərində, dəyərindədir. Əgər Allah xəbər veribsə, çox uca bir yəqindir. Onda şək şübhə eləmək olmaz. Cənnət deyib cənnət, cəhənnəm deyib cəhənnəm. Niyə? Niyə inandın? Çünki Allah deyib. Şeytan düz danışır ya yalan danışır. İşi pöşösü yalan danışır. Amma şeytanın sözü Quranda olsa nədir? Şək eləyə bilərik? Yox. Niyə? Çünki Allah onun bu sözünü orada neynir? Təsdiqləyir. Muxbir Allah olduğuna görə bu kəlmə neynir? Yəqin həddinə qalxır. Quranda nə varsa hamısı nədir? Yəqindir. Hansı yəqin yolu ilə biz buna etiqad eləməliyik? İxbari, ixbar, bizə xəbər verilib. Allah Rəsuluna xəbər verib, Rəsulu da bir xəbər verib. Biz şiyyələr niyə görə əsrlər boyu üləmalarımız can qoyub, baş qoyub, qan fəda eləyib ki, Peyğəmbər məsumdur? Buna görə. Çünki əgər Peyğəmbər məsum olmasa, yəqində şək şübhə yaransa, artıq o yəqin mərhələsindən çıxacaq və öz etibarını itirəcək. Quranda nə yazılıbsa, hamısı nədir? Yəqindir. Və bu yəqini biz necə əldə elədik? Hissi yolu ilə yox, ağlımızla yox, ixbar, bizə xəbər verilib. Allah sənə xəbər göndərib? Yox, mənə xəbər göndərməyib. Allah seçdiyi bir bəndəyə, Muhammed sallallahu aleyhi və səlləm, Allah öz rəsuluna xəbər eləyib və o da səhv eləməz, xəta eləməz, yadından çıxmaz, məsumdur. Yəni, şəkkə zərrə qədər yol olmamalıdır. İnşallah o ismət mövzusunda geniş şəkildə bu mövzuya qayıdacaq. İndi, Allah Teala Qur'an-ı Kərimdə buyurur. Həd surəsi 18-ci ayə. Diqqət edin ayələrə bir-bir ki, bu şərti həzm eləyək. Bismillahirrahmanirrahim. Ələm tərə ennəllâhə yəscudu ləhu mən fissəməvəti və mən fil ard. Ələm tərə. Tərə, yəni görmək. Allah Rəsuluna deyir ki, ələm tərə, görmədinmi? Ki, göylərdə, yerdə, kim və nə varsa hamısı Allaha neynir? Səcdə edir. Diqqət eləyin ha, göylərdə, səmavar, yerdə nə varsa görmədin bunları. Bir, vəşşəmsu vəl-qamar, günəş və ay, bunlar da səcdə edir, görmədinmi? Və nucum, ulduzlar, əhatə eləmək olur ulduzu. Sayın, indi bu qədər teleskop filan zat, say bəlli deyir ki, nə qədər ulduz var. Görmədinmi ulduzlar mənə səcdə eləyir? Vəl-cibal, dağlar, və şəcər, ağaclar, və dəvab, heyvanlar, və kəsir minən nas, və insanların çoxu. Sual, insanların çoxu səcdə eləyir Allaha? Yox. Bu haçaq olacaq. Zuhur vaxtı. Yəni bu ayə zuhur ayələrindəndir. Ola bilsin bunun bu hissəsinə fikir verilmir. Kəsir minən nas, Allaha səcdə eləyəcək nə zaman? Və kəsir minən nas Allaha səcdə eləməyib. İnsanların çoxsu insan yaranandan bugünkü günə qədər
insanların azı Allaha səcdə eləyib. O səcdəni də ələkdə sağa sola hərəkətə gətirsək, düzgün səcdə çətin, yəni az, barmaq sayı. Zuhur vaxtı kəsir minən nas Allaha səcdə eləyəcək. İndi, ələm təra. Gələcək, diqqət edin, feil gələcək zaman feilidir. Ləm, cəzm ədatı gələndə, gələcək zaman feilinin zamanını atır keçmişə. Bu, ərəb dilində qanundur. Feil gələcək zaman feilidir. Amma xüsusi bir, deyək, kəlmə var, ləm. O feili gələcəkdən atır keçmişə. Allah Teala vurur, ələm təra. Görəcəksənmi yox? Görmədinmi? İndi sual, bu qədər şeyi görmək olar ya yox? Belə götürəndə görmək olmur. Allah Rəsuluna deyir, görmək. Deməli, Peyğəmbər bunların hamısını nə etməlidir? Görməlidir. Bu qədər yaranışın, Allahın yaratdığı məxluqlar xəbər yolu ilə, bu fəqət Peyğəmbərə birinci aiddir. Sonra bizim hamımıza aiddir. Dağlar, günəş, ay, ulduzlar Allaha səcdə eləyir ya eləmir? Soruşuram sizdən. Hardan bildiniz? Xəbər verildi bizə, Peyğəmbər vasitəsilə ki, Allah deyir ki, nə varsa hamısı mənə nə eləyir? Səcdə eləyir. İndi bizə deyir, gördünüz. Gördünüzmü? Görməmişiksə vay halımıza. Biz bu xəbər yolu ilə əldə olunan yəqin daxı, xəbər yolu ilə əldə olunan yəqin nəyə bərabər olmalıdır? His yolu ilə əldə olunan yəqinə. Bəli, gördüm. Onun üstündə işləmək lazımdır. Niyə, məsələn, imamlarımızla heç kim müqayisə ola bilmir? Niyə onlarla heç kim, belə bir gözəl kəlmə var, böyükləri ilə heç kim müqayisə olmaz, kiçikləri közdür, tapdalamaq olmaz. Cəmrətun la tudas. Cəmrə köz deməkdir. Bir közdür ki, ayağına nə giyirsən giy, közün üstünə qoy, o həmən o ayağı vadar eləyəcək ki, qaldırasan. Deməli, xəbər yolu ilə əldə olunan yəqin his yoluna qayıtmalıdır, çünki yəqindir. Əgər his hökmünə düşməsə, onu yəqin saymaq nədir? Olmayacaq. Bu bir misal. İkinci misal. Biraz da qəlizləşdirək. Bismillahirrahmanirrahim. Ələm tərə keyfə fəalə rabbuka bi əshabil fil? Ələm tərə. Görmədinmi? Allah Teala o fillə Kəbə evini dağıtmağa gələn qoşunu nə hala, nə günə, hansı vəziyyətə qoydu? Görmədinmi? Peyğəmbər o vaxt doğulmuşdu. O Allah nə deyir? Xəbər yolu ilə yəqindir. O yəqin nə hökmünə düşməlidir? His, bəli, gördüm. İkinci misal. Allah Teala Yasin surəsinin 60-61-ci ayələrində bizə belə bir müraciət edir. Bismillahirrahmanirrahim. Ələm əhəd ileykum ya bəni Ədəmə la ta'budu şeytan. Ey Adəm evladı, mən sizdən əhd peyman almadım mı ki, şeytana uymayın, onun vəsvəsəsinə düşməyin. O sizin düşməninizdir, açıq-aşkar düşməninizdir. Bizdən nə alınıb? Əhd peyman alınıb. Yadımıza gəlir. Belə bir şey, xəbəriniz var, yox. Allah deyir, yox, əhd almış. Yəni, sənlə mənim aramda söhbət olub. Xəbər yolu ilə bu yəqindir. Hamımızdan nə alınıb?
əhd alınıb. Həmən bu əhd hansı həddə düşməlidir? Yəqin olmaq üçün hiss həddinə düşməlidir ki, bəli, bəli, amma necəni çalışmaq lazımdır. Deməli, misallar çoxdur, biri ilə kifayətlənək. Bismillahirrahmanirrahim. Ələm tərə iləl-ləzīnə xərəcun min diyarihim və hum uluf. Yunus əleyhissalamın qövmü. Allah Teala deyir, ələm tərə, görmədinmi? Yunus əleyhissalam ara, Peyğəmbərimiz ara. Minlərlə insan şəhəri tərk edib çıxdılar. Həzərəl maut, ölüm qorxusu vardı. Fəqalə ləhumullah, Allah onlara dedi, mutu, ölün, sümmə əhyahum, sonra onları diriltdi. İnnəllaha ləzu fadlin alən-nas, lakin əksərin nasi la yeşkurun. Allah Teala minlərlə insanı öldürür, dirildir. Peyğəmbərə də deyir ki, gördün, yəni görmüsən. Çünki yəqindir. Peyğəmbər deyir, nədir? Bəli, gördüm. Və sonuncu misalımız İbrahim əleyhissalamla. 258-ci ayə. Bismillahirrahmanirrahim. Ələm tərə iləl-ləzi haccə İbrahimə fi rabbihi. Deməli, Nəmrud İbrahim əleyhissalamın zamanında olan, Allah deyir ki, ona mülk vermişik. Atahullahul mulk. Nəmruda Allah Teala mülk verir. Həmən bu şəxs Allahın barəsində İbrahim əleyhissalamla nədir? Höccət eləyir, mübahisə eləyir. Və bir məlumat da verim sizə qədim kitabların birindən. İlk dəfə mən Allaham. Bu kəlməni kim dilinə gətirib? Yox, Nəmrud. Nəmrud. Firon sonradır. Bəli, çoxlarımız elə bilirik ki, ilk dəfə Firon bu işi görüb, yox. Firon töküntünü yığışdırıb. Onun ağlı o qədər yetişməz ora. Deməli, Təfsir-ül Bəğəvidə bu çapla 1-ci cild səhifə 181-də deməli, eyni ayəni gətirir və bu deyir. Və huvə əvvəl mən vəza'ət tacə ələ rəsihi. İlk dəfə başına tac qoyan şəxs Nəmrud olub və təcəbbərə fil ard və yerdə təkəbbürlük eləyir, özünü hamıdan uca tutur, məğlub olmaz hesab edir və iddəər rububiyyə və ilk dəfə mən Allaham, mən Rəbbil aləminəm özünə nisbət verən Nəmrud olub. Bəli. Bir gözəl məlumat da var. Yer kürəsini 4 nəfər malik olub, yer kürəsinə. 2 nəfər mömin olub, 2 nəfər kafir olub. Əmməl müminan, 2 mömin Süleyman əleyhissalam və Zülqərneyn. Və 2 kafirsə Nəmrud və Buxtun Nasır. Məlumat kimi bilməyiz məsləhət idi. Deməli, Allah Teala İbrahim əleyhissalamla Nəmrudun arasında olan bu mübahisəni Peyğəmbərimizə deyir nədir? Ələm tərə. O ələm tərələr qulhuvallah kimi şeydir ya. Elə bilməyin Peyğəmbərə aiddir, bizə adiyyatı yoxdur. Əgər Peyğəmbərə müraciət olunan o istisna xəvası çıxmaq şərti ilə hökmlər desə ki, Peyğəmbərə aiddir, aləm qarşıcaq bir-birinə. Qul huvallah, qul Peyğəmbərə deyir, amma biz deyirik onu indi. Ələm tərə, Allah Peyğəmbərə deyir, amma kimə aiddir əslində? Onlar hamısı bizə aiddir. Deməli, bu ayələrdə Allah Teala gözlə görmək hökmünü çıxarır ki, gördün. Gördün. Peyğəmbər nə deməlidir? Gördüm. Və həmçinin də nədir? Bizə. Axı biz görməmişik.
Biz nə deyəcəyik? Bizim imanımız o həddə olmadığına görə, amma mövzu yəqin mövzusu olduğuna görə, yəqində bilmirəm, yəni cəhil, yəqində ola bilsin şək, yəqində tərəddüd, bu üç şeyin üçü də nədir? Yoxdur. Əgər biz Qurana iman gətirmişiksə, Quran nədir? Yəqindir. Və yəqində də tərəddüd, şək və cəhil yoxdur. İndi biz bu halı yaşaya bilmirik, o bizim problemimizdir. Amma qayda budur. Xoşum gəlsə də budur, xoşum gəlməsə də qayda budur. Zəif iman çıxsam da budur, güclü imanlı çıxsam da budur. Deməli, Qur'an-ı Kərimdə Allah Teala hiss yolu ilə, xəbər yolu ilə yəqin bizə deyir, amma o yəqini bizdən hansı hökmdə istəyir? Hiss hökmündə tələb edir. Qeyd elədik ki, salavat zikr eləyək Muhammed və Ali Muhammedə. Deməli, o ərəb dilində bu qeybdən gələn səsə deyilir hatif. Hatif. Və ərəb dilində telefona da deyirlər hatif. O mobilni telefona deyirlər havatif əl-nəqqalə və yaxud havatif-i zəkiyyə. Əla külli hal. Mənbəyi tapa bilsiniz, müstəhəb olar. Şükür Allah. Salavat zikri ey Muhammed. Deməli, yəqin bölündü üç hissəyə, hiss yolu ilə, ağıl yolu ilə, bir də xəbər yolu ilə əldə olunan yəqin. Tohiddə, la ilahə illallahda yəqin şərti var. Subut eləyin bizə ki, Qur'anla və hədislərlə ki, la ilahə illallah deyəndə gərək orada yəqin olmalıdır. İndi yəqinin bu hansın şəxsi yaşaya bilir, onu neynəyəcək? Özü seçəcək. Qur'an-ı Kərimdə 2 ayə var ki, həmən ayədən iman üçün yəqinin şərti tələb olunur. Yəqin şərt olaraq tələb olunur. Deməli, Hücurat surəsi 15-ci ayəyə nəzər salaq. Bismillahirrahmanirrahim. İnnemel mu'minun ellezine amenu billahi və rasulihi. Mömin şəxslər yalnız o şəxslərdir ki, Allaha və Rəsuluna iman gətirib, sümmə ləm yərtabu. Və bu iman gətirdikdən sonra şəkkə düşməyiblər. İman gətirir, amma nədir? Şəkkə düşmür. Həmən bu şəxslərə Allah Teala yalnız bunlardır kimlər? La ilahə illallah sahibləri. Amma o şəxs ki 15 ildən sonra Peyğəmbərimizə deyək ki, əntə Rəsulullah haqqən, sən həqiqətən Allahın Rəsulusanmı? Peyğəmbərimiz deyir, bəli. Yenə qəlb aramlıq tapmır. Gedir başqa birisinin yanına, Əhəzə Rəsulullah haqqən, həqiqətənmi bu Allahın Rəsuludur? Belə Peyğəmbərin ətrafında məşhurlardan olub. Peyğəmbərdən soruşur ki, 10-15 ildən sonra 10 il Məkkə bir yerdə olublar, Mədinədə soruşur ki, əntə Rəsulullah haqqən, sən həqiqətən Allah'ın Rəsulü. Bəladır da düşmüşük. İnnemel mu'minunellezine amenu billahi və rasulü thumma lam yartabu. Deməli, iman gətirməyin yalnız və yalnız mömin budur. Barmağı üstünə qoymaq üçün nə lazımdır? Şək olmamalıdır. Əşhədü ən la ilahə illallah, onun dayağı nə olmalıdır? Şək yoxdur. Şək eləyə bilmərəm. Yəqin. Yəqin, yəni ki, cəhil yoxdur, tərəddüd yoxdur, şək yoxdur.
Allah da Quran-ı Kerimdə buyurur ki, mənim yalnız və yalnız mömin bəndəm kimdir? Mənə iman gətirsin, Rəsuluma iman gətirsin. Amma şəkkə nədir? Düşməsin. La ilahə illallahın davamiyyət şərti nə oldu? Şəkkə düşməmə, yəni yəqin. Yəqin olan yerdə cəhl yoxdur, tərəddüd yoxdur və şək yoxdur. Bu bir ayə. İkinci ayə. Tövbə surəsi 44-45-ci ayələr. Diqqət edin bu ayələrə. O bayaq dedim, o la ilahə illallah hardan çıxmalıdır? Dildən ya insanın ən şərəfli bədən üzvündən. Əuzu billahi minəşşeytanirracim. La yestəzinukə. Deməli, la yestəzinukə ləzîne yu'minûne billahi vel yevmil axir. Cihad. Salavat zikr eləyək Muhammed və Deməli, Tövbə surəsinin 44-45-ci ayələrinə nəzər salavun. La yestəzinukə əllezîne yu'minûne billahi vel yevmil axir. Allah Teala mömindən cihad tələb edir. Mənim yolumda cihad elə. Və həmən o cihada getməmək üçün Peyğəmbərdən izin, rüxsət alanlar olub ki, ya Resulallah, mən gedə bilmərəm, mənim xəstəm var, mənim filan kəsim var, mən beliyəm, mən elim, tək ki, cihada getməsin. İndi diqqət edin ayə, Allah Teala buyurur, səndən cihada getməmək üçün izin almaz. Kim almaz izni və kim alar izni? Əvvəl o almayanlar, yəni canın Allah və Rəsulü yolunda fəda verməyə hazır olan. Deməli, la yestəzinukəllezîne yu'minûne billahi vel yevmil axir. Allaha və axirət gününə iman gətirən səndən cihaddan boyun qaçırmaq üçün icazə almaz. Onlar canları ilə, malları ilə cihad eləyərlər. Allah Teala təqva əhlini hamıdan yaxşı tanıyır. İnnəmə yestəzinukə. Mövzumuza aid olan isə budur. İnnəmə yestəzinukə. Yalnız və yalnız səndən cihada boyun qaçırmaq üçün icazə istəyənlər kimdir? Əllezîne la yu'minûne billah. Allaha iman gətirməyib, vel yevmil axir. Və axirət gününə iman gətirməyib, və irtabət qulubuhum. Və onların qəlbi nədədir? Şəkdədir. Və onların qəlbi nədədir? Şəkdədir. O şək səbəb olur ki, Allah yoxdur. O şək səbəb olur ki, Allahın şəriki var. O şək səbəb olur ki, axirət yoxdur. Deməli, yəqinin yeri hara olmalıdır? Qəlb olmalıdır. Oradan dilə gəlməlidir. Fəqət dildə demək yetərli sayılmaz. Fəhum fi reybihim yetərəddədun. Həmən bu şəxslər öz bu şək dəryalarının içində də bu xəstəliklə yanaşı bir əlavə bir xəstəliyi də taparlar, tərəddüd. Qəti qərara gələ bilməmək. Deməli, Qur'an-ı Kərimin bu iki ayəsindən bizə bəlli oldu ki, la ilahə illallah, iman şərti nədir? Şəkdə olmamaq, yəqində olmaq. İndi, hədislər nə deyir? Savab-ül Ə'mal və İqab-ül Ə'mal kitabı Şeyx Səduqun bir hədis oxuyacağım. Səhifə 27-də filan kəsdən deməli, İmam Cəfər Sadiq əleyhissalam buyurur, mən qalə la ilahə illallah, kim la ilahə illallah deyə, min qeyri təəccüb, təəccüblənmədən, təəccüb, yəni qənaətbəxş olmursan, tərəddüddə olursan, şəkdə olursan, səndə təəccüb yaranır.
La ilahe illallahı təəccüblənmədən bir nəfər desə, xələqəllahu minha tairən yürəfrif. Deməli, Allah Teala həmən bu əməli bir quş şəklinə salar və o qanat salar sahibinin başında. Yəni, bir nəfər la ilahə illallahı yəqinlə deyə, o la ilahə illallahda şək, şübhə, tərəddüd, təəccüb olmaya, onun başının üstündə Allah yaratdığı bir quşdur. İlə ən təqumə səə yəzkur liqailiha. Deməli, ta qiyamət gününə qədər həmən o əməlin deyək əksi, o heyvan, o quş şəklində şəxsin başının üstündə zikr eləyər. Yəni, onun zikri sahibi içindir, o sözü deyən içindir. Bu fəziləti necə əldə eləmək olur? Şək olmamalıdır. Yəqindən, qəlbdən la ilahə illallah dilə gəldisə, şəxs həmən bu fəziləti götürür. Deməli, bizim ən qədim mənbələrimizdən biri İqbalul Əmal İbn Tavusun. Orada da la ilahə illallah üçün Əhl-i Beytdən bizə yetişən bir dua var, bir ziyarətnamə var, Qədirxum günü. Qədirxum günü oxunmayan ziyarətnamələrdən biridir bu. Adətən bunu oxumazlar, amma gərək oxunsun. 799-cu səhifədə o ziyarətnamənin içərisində olan vacib hissələri, mövzumuza aid olan hissələri. Allahümmə inni uşhidukə və uşhidu həmələt ərşikə və mələikətəkə və cəmi xəlqikə. Ya Rəbb, mən səni şahid tuturam, ərşi daşıyan mələkələri şahid tuturam və mələikələri şahid tuturam və bütün yaratdıqlarımın hamısını şahid tuturam. Diqqət edin. İnni əşhədu ənnəkə əntəllah. Mən şəhadət verirəm ki, sən Allahsan. La ilahə illə ənt, səndən başqa ilah yoxdur. Vahdəhəkə, la şərikə ləkə və bu cürünə zikirlə gəlir. İndi ikinci hissə. Əşhədu ən la ilahə illallah vahdəhu la şərikə ləhu. İnnə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin la şərikə ləhu. Və müəyyən kəlmələr gəlir. Asbahtu muqirrən ləkə bir-rububiyyə mu'tərifən ləkə bil-ubudiyyə və əşhədu ən la ilahə illallah. Bu zikirlər yenə gəlir. Əşhədu ennə saətə atiyyətun la reybə fiyhə və ennəllaha yəb'əsu mən fil-qubur. Allahı, ərşi daşıyan mələkələri və bütün varlıqları şahid tutur şəxs və axırda deyir: Allahümmə fəktub li hadihi şəhadə indəkə. Bu şəhadəti öz yanında saxla və ləqqinihə ində hacəti iləyhə. Zaman gələcək, mən bu şəhadətnaməyə ehtiyacım olacaq. Mənə təlqin elə onu. Mən orada deyə bilməyəcəm. Amma sən mənə bu etiraflar ki elədim, şəhadətlər ki verirdim, onları mənə təlqin elə. Vahyini aleyhə və bəsni aleyhə və hşurni aleyhə və əcirni aleyhə mən ləqiyyəkə biha muxlisən qeyri şakkin biha. Deyir, məni bu qədər ki şəhadət verdim, ən la ilahə illallah, məni şəkk eləyənlərdən nədir? Qərar vermə. Yəni, əşhədu ən la ilahə illallah, la ilahə illallah, vəhdəhu la şərikə ləh. İmam deyir ki, bu sözü deyəndə Allahdan istəginən ki, şək məqamında olmayasan. Deməli, təəccüblə la ilahə illallah demək olmaz. Şəkkinlə la ilahə illallah demək olmaz. Əgər yəqinlə deyilmiş olsa, bu vədə verilən fəzilətlər hamısı əldə olunacaq. Digər məzhəb kitabından bu haqda bir hədis oxuyun.
Deməli, Səhih Müslimdə bu çapla 36-cı səhifə 45-ci hədis. Hədisin məzmununu deyim. Təbuk müharibəsinə müsəlmanlar çıxır. Yolda su və qida azlığı ilə imtihana çəkilirlər. Burada bir gözəl məqam var, onu nəzərinizə çatdırım. Məcaə aclıq. Təbuk müharibəsində Peyğəmbər əshabına aclıq bir növ imtihanı mübtəla olur. Qalu ya Rəsulallah. Diqqət edin buna. Səhabələr dedilər ki, ey Allahın Rəsulu, Ləv əzintə lənə fənənhər nəvadihənə. İcazə ver bizə, dəvələrimizi neyniyək? Kəsək. Fəəkəlnə və dəhənnə. Həm yağınlarından istifadə eləyərik, həm ətindən istifadə eləyərik. Bu aclığı bu yürüşdə, bu döyüşdə, bu hərəkətdə neyniyək? Dəf eləyək. Qalə Rəsulullah. Allah Rəsulu buyurdu. İf'alu, kəsun. Deməli, səhabələr Peyğəmbərdən o döyüşdə minəcəkləri və yaxud əşyalarını daşımaq üçün istifadə elədikləri dəvələrin kəsilməsini istəyirlər. Kimdən? Yer kürəsinin yeganə Allahla birləşən vasitəsindən. O da nədir? İf'alu, kəsun. Bu məqamda Câə filan kəs gəldi, fəqalə ya Rəsulallah, ey Allahın Rəsulü, in fəəltə qəllə zahru. Əgər onu bu heyvanları bunlar kəssələr, qəllə zahru, minməyə, döyüş zamanı əşyaları daşımağa heyvan tapa bilməyəcək. Azalacaq, əziyyət çəkəcək. Yəni bu aclıqdan elə bir yağmurdan çıxıb nəyə düşəcək? Yağışa düşəcək. Çətinliyimiz az idisə, daha da artığına nə olarıq? Mübtəla olarıq. Belə bir məsləhət verir. Lakin ud'uhum bifadl əzvadihim. Kimin nəyi varsa denən gətirsinlər, toplasınlar bir yerə. Burada var deməli nita. Nita nə deməkdir ərəb dilində? İslamdan qabaq insanı qurban vermək üçün sərilən süfriyə deyilir. Bir insanı kəsəcəklər bütlərin qarşısında, həmən o süfrə ki sərilər, o bütsün, ona deyərlər nita. Süfrə mənası da var, qədim istifadədə bu cürünə də istifadə olunub. Dəridən olar adətən. Belə bir dəridən süfrə sərinsin, kimin neyi var götürsün. Biri buğda gətirir, biri xurma gətirir, biri çörək qırıntısı gətirir və dua eləm, bərəkətli olsun, sən dua eləyəcəksən. Bərəkətli olacaq da dəvələrin kəsilməsinə ehtiyac olmayacaq. Peyğəmbər də bu məsləhətə qulaq asır və dua eləyir. Həqiqətən də ruzu çoxalır və az bir şey, bərəkət nədir? Azalmır ki, azalmır. Yəni, filan kəs Peyğəmbərə xilas yolunu neynir? Göstərir və ona iki əhəmiyyət kəsb eləyən tövsiyə edir. Bir, dəvələr kəsilsə müharibədə əziyyət çəkəcək. İkincisi, dua eləginə Allah Teala bərəkətimizi artırsın. Peyğəmbər də dua eləyir, bərəkət artır. Peyğəmbərimiz sonda nə deyir? Fəqalə Rəsulullah. Allah Rəsulu buyurdu. Əşhədu ən la iləhə illallah və ənni Rəsulullah. Kim desə əşhədu ən la iləhə illallah, mən Allahın Rəsuluyam, yəni Peyğəmbərimizin Peyğəmbərliyin, Allahın təkliyinə şəhadət versə, la yəlqallahu bihima əbdun qeyr şak. Şək eləmədən kim Allahın huzuruna müvəffəq olsa, fəyyuhcəbu anil cənnə. Lana yuhcəb gələndə bir yerdə olacaq mənası, yəni cəhənnəmə düşə bilməz, yalnız və yalnız düşəcək yeri hara olacaq? Cənnət olacaq. Kiməli, kim əşhədu ən la iləhə illallah, Muhammed Resulullah şək eləmədən desə, yəni yəqinlə desə,
Həmən bu adamın yeri haradır? Cənnət. Mənim diqqətimi bu mövzuya aid olmayan bir məsələ cəlb eləmişdi ki, ona diqqət eləməmişdim. Bu hazırlıq əsnasında belə bir fikir oyandı məndə. Deməli, Peyğəmbərimiz əmr eləyir ki, dəvələri kəsin. Sonra filan kəs gəlir, o dəvələrin kəsilməsinin qarşısını alır və Peyğəmbərə xilas yolu göstərir, duanla, dua elə və ruzu bərəkət artsın və artırdı. Əla. Peyğəmbər onun yanında deyir ki, kim desə, əşhədü ən la ilahe illallah, yeri haradır? Cənnət. Bu 45-ci hədis. 52-ci hədisə baxırıq. Bunu bir dəfə nəql eləmişəm sizə. Sadəcə olaraq belə cəm eləməmişdim özüm üçün. Deməli, 52-ci hədisdə Peyğəmbər öz əshabı ilə oturub, az bir müddətdən sonra Peyğəmbər onlardan uzaqlaşır. Səhabələr narahat olur ki, Peyğəmbər niyə gecikdi, bəlkə başına bir iş gəlib. Ən çox narahat olan olur Əbu Hüreyrə. Əbu Hüreyrə deyir ki, çıxdım Peyğəmbəri axtarım ki, görüm hardadır. Gəlir, görür Peyğəmbər oturub bir bağda və istirahət eləyir orada və yaxud nəsə bir işi var. Soruşur, ya Resulullah, niyə gecikdin filan, narahat olduq. Peyğəmbər çarığını çıxarır, başmaqlarını çıxarır, verir Əbu Hüreyrəyə və nə deyir? Deməli, bu bostandan kənarda kimi görsün, yəşhədu ən la ilahe illallah, la ilahe illallah şəhadəti verirsə, mustayqinən biha qəlbuhu, qəlbi bu la ilahe illallahla neynəsin? Döyünsün. Bu şərtlə. Mustayqinən qəlbuhu, qəlbi yəqinlik tapsa bu la ilahe illallah və desə, la ilahe illallah, fəbəşşirhu bil cənnət. Onu neynəginən? Cənnətlə müjdələ. Bu məqamda Əbu Hüreyrə Peyğəmbərin çarıqlarını götürür. Yəni, bu o deməkdir ki, məni Peyğəmbər göndərib. Mən öz başımdan sizə bir söz demirəm. Məni kim göndərib? Peyğəmbər göndərib. Çıxanda məşhur səhabələrdən biri Əbu Hüreyrəni orada, həmən bu 45-ci hədisdə olan səhabə Peyğəmbər elçisini saxlayır. Nə məsələdə hara gedirsən? Deyir, Peyğəmbər mənə çarığım verdi. Dedi ki, kimi gördün, la ilahe illallah deyir, onu cənnətlə müjdələ. Həmən bu Əbu Hüreyrənin sinəsinə bu məşhur səhabə bir zərbə vurur. Hədisdə belə gəlir. Qoy, necə var, elə də oxuyum. Fədarəbə fulan biyədihi beynə sədiyyə. Filan kəs sinəmə bir zərbə vurdu. Fəxərərtu li isti. Arxam üstə oturdum yerə. Fəqalə ircə' ya Əbu Hüreyrə. Dedi, ey Əbu Hüreyrə, qayıt dala. Fərəcəhtu ilə Rasulullah. Qayıdır Peyğəmbərin yanına. Fəəchəştu bukaən. Hönkürtü ilə ağladım Peyğəmbərimizin yanında. Və arxamcanda filan kəs gəlirdi və gəldi. Peyğəmbərə şikayət elədi ki, bu mənim sinəmə bir zərbə vurdu ki, bu tərzdə yıxıldım yerə. Qalə Rəsulullah, Allah Rəsulu o şəxsə deyir, ya filan, ma həmələkə ələ ma fəəlt. Bu işi niyə elədin sən? Niyə vurursan bu qoca kişini? Qalə ya Rəsulullah, atam anam sənə qurban olsun, əgər bu xəbər bu bostandan qırağa çıxsa, nə olacaq? Deməli, qalə ya Resulullah, bi-əbi əntəvana, əbəəstə Əbu Hüreyrə bin əleykə, sən göndərmisənmi Əbu Hüreyrəni çarıqları ilə bir yerdə və demisən ona ki, kim əşhədü ən la ilahe illallah deyirsə onu cənnətlə müjdələ və qəlbində bu sözü deyirsə, qalə Peyğəmbər dedi, bəli, mən göndərmişəm, mən demişəm. Qalə fəla təfəl. Həmən o məhşur səhabə Peyğəmbərə deyir ki, belə bir iş görmə. İnni əxşa, mən filan kəs qorxuram ki, cəmaat bu sözə söykənəcək və cihada, filana, zada getməyəcəklər və İslam neynəyəcək? Zəifləyəcək. Peyğəmbər də deyir ki, madəm belədir, onda ver çarığımı bura. Bu işi görmə. İndi o iki hədisi bir yerə cəm eləyək.
O hədisdə Peyğəmbər deyirmi ki, kim la ilahə illallah desə cənnətlə müjdələnir? Deyir. Və ikinci dəfə həmən hadisə təkrar olunur. Peyğəmbər deyir ki, kim qəlbi ilə əşhədü ən la ilahə illallah desə, onu neynəyək biz? Cənnətlə müjdələyək. Peyğəmbərə deyir, belə bir şey eləmə. Peyğəmbər bir dəfə deyib, Təbuk müharibəsində deyib. İkinci dəfə Peyğəmbər yenə deyir, filan kəs Peyğəmbərin bu sözün deməsinin qarşısını alır. Və sonra da indi bəzi təriqətlər var. La ilahə illallahın haqqında elə danışırlar ki, la ilahə illallahın şərtlərindən də biri yəqindir. Dəlilin nədir, hardadır? Həmən bu hədis. Çox gülməlidir, həddən artıq. La ilahə illallahın şərtlərindən biri yəqindir. Harda yazılıb? Səhih Müslimdə, səhifə 39-da və 52 nömrəli hədis. Nə yazılıb orada? Peyğəmbər dedi ki, kim la ilahə illallah deyirsə, qəlbi ilə yəqinlik taparaq, şəkk olmadan o cənnətlə müjdələnir. Və bu sözün deyilməsini filan kəs neynir? Qarşısını alır. Ki bu yaxşı fikirdir. Ya Resulallah, cəmaat deyəcək la ilahə illallah, la ilahə illallah, heç bir iş görməyəcəklər. Peyğəmbər də onun sözünə qulaq asır, deyir, yaxşı olmasın da. Dəvələri kəsin, yox kəsmir. Yəni Peyğəmbər bilmir necə idarə eləsin, nəuzubillah. Qoşunu səhrada, piyada, minməyə bir şey tapılmayacaq, yeməyə bir şey bu düşmənlə qarşılaşanda nəyə minəcəksiniz? Kəsin, hamısını kəsin. Ağa deyən, bunları kəsik, biz zərər görərik. Belə Peyğəmbər, bizim belə Peyğəmbərimiz yoxdur. Bizim burada qeyd olunan Peyğəmbər yoxumuzdur. La ilahə illallahın şərtidir, amma olmaz. Qəribədir. Ələ kulli hal. Deməli, Qur'anda və Əhl-i Beytdən bizə yetişən hədislərdə bəlli oldu ki, la ilahə illallahın yəqin şərti var. O yəqin ki, orada cəhil yoxdur, o yəqin ki, orada şək yoxdur, o yəqin ki, orada tərəddüd yoxdur. İndi sizə təəccüblü gəlməsin, Peyğəmbərlə çiyin-çiyinə yaşayır. Peyğəmbərlə cihadda iştirak eləyir. Peyğəmbərimizin cümə namazında iştirak eləyir. Peyğəmbərimizin gündəlik namazlarında iştirak eləyir. Amma Peyğəmbərin Allahla bağlı olub olmamasında bu adamın yəqini yoxdur. Bunu hardan əldə elədik? İki misal vuracağım. Birinci, Səhih Buxaridə bu çapla ikinci cilddə gözəl bir məlumat var. Buna görə buna rəhmət düşür. Çox mən şəxsən bu məlumatı gizlətmədiyinə görə təşəkkür edirəm ona. Deməli, 2785 nömrəli hədis. Hədis uzundur, fəqət məzmununu çatdırıram sizə. 88-ci səhifə, Cihad və Sirələr kitabı, 140-cı bab. Babıl cəsus, cəsus babı. İndi görə bu cəsus kimdir? Deməli, Ubeydullah ibn Əbi Rafi' deyir, qalə səmi'tu Əliyyən. Eşitdim Əli ibn Əbi Talib belə bir hadisə danışdı. Nə hadisədir? Bəəsəni Rəsulullah ənə və Zübeyr və Miqdad. Məni, Zübeyri və Miqdadı Allah Rəsulu göndərir. Gedin. Hara gedək? Deməli, yer adı. Ravdatu Xax deyilən yer var. Gedirsiniz ora, orada za'inə, ta'dan sonra gələn z hərfi. Za'inə. Za'inənin mənası qadın deməkdir. Ərəb dilində qadın, imraətun və onun sinonim olacaq nə? Qədim dildə, indi istifadə olunmur. Za'inə. Və əsl dərinliyinə geçsək, Havdəcdə oturan qadın. Havdəc nədir? Dəvənin belinə o kiçik evcik qoyulmur. Həmən o evciyin içində oturan qadına əsl ərəb dilində deyərlər nə? Za'inə. Peyğəmbərimiz buyurur ki, za'inə var. Həmin bu Ravdat Xax deyilən yerdə.
gedin üçünüz onu yaxalayın. Və ma'aha kitabun. Və o qadın özü ilə məktub aparır. O qadın özü ilə məktub aparır. Fəxuzuhu minha. Allah Rəsulü əmr eləyir ki, o məktubu o qadından nəyin bahasına olursa olsun götürün, gətirin. Yaxşı. Allah Rəsulü əmr eləyir. Fəntələqna biz yola düşdük, getdik, çatdıq ora, qadını tutduq və ona əmr elədik ki, o məktubu versin, əvvəlcə imtina eləyir, müəyyən hadisələr filanlar, axır məktub alınır, məcbur. Deməli, qalət ma mə'i min kitabin, mən üstümdə heç bir məktub aparmıram. Fəqulna, dedik, lətuxricənnəl kitab, o məktubu ya bizə verirsən, ya da vəziyyət ağırdır. Fəxrəcəthu min iqasiha, iqas o saçın elə bir hörülmüş hissəsi ki var, ora ərəb dilində deyirlər, iqas, saç hörülür, o bir növ hörüyünün içində o məktubu bu qadın gizlədib. Deməli, fəətəynə bihi Rasulallah, Allah Rəsuluna gətirdiyi məktubu verdi, fəidə fihi. Deməli, bu məktubu Sahih Buxari 2-ci cild, səhifə 88, 2785 nömrələ hədis. Möhtərəm səhabə Hatib ibn Bəltaə, Əbi Bəltaə. Peyğəmbər səhabəsi, Peyğəmbərlə bir yerdə yaşayan münafiqdir bu. Diqqət edin, digər məzhəb nümayəndələrindən soruşsuz, Hatib ibn Əbi Bəltaə kimdir? Bədir müharibəsində iştirak edən şəxslərdən biridir. Hədisin sonunda Allah Rəsulü buyurur ki, Hatib Bədirdə də iştirak edib. Və Allah Teala Bədir müharibəsində iştirak edənləri Quranda tərifləyir. Tərifləyir, tamam. İndi hamısına aiddir, o soranın işidir. Əl-mühim, bunun adı o sırada zikr olunur. Deməli, Hatib ibn Bəltaə nə yazır? Hatib ibn Bəltaədən ilə unasin minəl müşrikin min əhli Məkkə. Məkkə müşriklərinə məktub. Belə də yazır. Hatib ibn Bəltaədən Məkkə müşriklərinə məktub. Yuxbiruhum bi ba'd əmr Rasulullah. Mədinədə nə varsa hamısını qoyur onların ovucuna. Bu qədər əskər var, bu qədər qılınc var, bu qədər nizə var, bu qədər ox var, bu qədər piyada var, bu qədər süvari var. Nə var hamısını, hardan girmək olar, hardan çıxmaq olar, zəif yeri şəhərin haradır, güclü yeri haradır, əskərin sayı filan, nə vaxt yatırlar, nə vaxt dururlar, sübhaniyə nə yiyirlər, hamısını çatdırır. Qalə Rəsulullah, Allah Rəsulü buyurur, ya Hatib, ey mənim səhabəm, ma hazır, bu nədir, nə iş görürsən sən? Qalə ya Rəsulallah, ey Allah Rəsulü, la tə'cəl eləyyə, tələsi mənim haqqımda qərar çıxartma. İndi Peyğəmbər səhv çıxacaq nəticədə, nəuzubillah, Allah xeyr eləsin. La tə'cəl eləyyə, tələsi qərar vermə. İnni kuntu imriən mulsaqan bir Qureyş. Qureyş tayfasından deyil mənim əsl köküm. Mən onlara sonradan birləşmiş biriyəm. Bax, bunlar ki var ha, yanında oturanlar, onların qohum əqrəbələri var orada. Mənim də orada ailəmdən qalan var. O qohum əqrəbələr bunların qohumlarını müdafiə eləyir. Amma orada mən bir kəsim yoxdur. Mən bu məktubu ona görə yazdım ki, mənim də onların yanında hörmətim olsun ki, orada olan mənim yaxınlarıma Məkkə müşrikləri əziyyət eləməsin. Və buna görə eləmişəm və mən küfürdə eləməmişəm. Yaxşı. Deməli, وَمَا فَعَلْتُ كُفْرًا وَلَا اِرْتِدَادًا Mən dündən dönməmişəm və kafirliyi də eləmirəm. Yenə məşhur şəhabə qalxır, deyir, də'ni adrib unuqahu. İcazə ver, bunun başını kəsim. Həzə münafiq. Bu münafiqdir. Yəni, səhabəyə deyir ki, bu nədir? Münafiqdir. Və ikisi də ədalətlidir.
deyən də ədalətlidir, ünvan sahibi də ədalətlidir. Xülasə, indi bu hədisdən biz nə başa düşək? Bu səhabə təşəhhüddə əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh deyirdi ya yox? Deyir. Azanda əşhədü ən la ilahə illallah deyirdi ya demirdi? Tamam. Bu məktubu yazanda o bilirdi ki Allahın xəbəri var və Allah Taala bu işin üstünü aça bilər, Peyğəmbərə xəbər verər. Peyğəmbərin Mədinəni məhv eləmək istəyir bu adam. Peyğəmbərin qurduğu din mühitini bu insan nə etmək istəyir? Məhvdir özdə məhəbbətdən, eşqdən. Peyğəmbərlə bir yerdə, Peyğəmbərlə cihada gedir, Peyğəmbərlə bir yerdə namaz qılır. Yenə deyirəm ha, mövzunu sonra qarışdırmasınlar. Bu şəxsin haqqında heç kim o məşhur səhabədən başqa münafiq demir. İndi o kitabları araşdırsınız, digər məzhəbləri, görərsiniz, yazarlar ki, cənnətlə müjdələnənlərdən biri Hatib ibn Əbi Bəltə. Cənnət əhlidir. İndi nə iş görüb işimiz yoxdur. Bizim mövzumuza aid olan hissə nədir? Bu insan la ilahə illallahı nə azanda, nə də təşəhhüdündə yəqinlə demirmiş. Əgər desəydi ki, la ilahə illallah, o müşrikə yardım məktubu nədir? Göndərməzdi. Bəli. Hatib ibn Bəltədən Məkkə müşriklərinə. Bu la ilahə illallah yəqindən qaynamır Peyğəmbər dövründə olan bir şəxsin dilindən. Bu bir. Başqa bir səhabə Məcmə'ül Bəyanda, digər kitablarda da var, sadəcə ola biri bizdən, biri onlardan. Belə bu bölgü insaflıdır. Deməli, Məcmə'ül Bəyan 5-də, 5-ci cild səhifə 90-da Cəllas ibn Səvid adında bir səhabə. Peyğəmbər məclisində münafiqləri, deyir münafiqlər ricisdir. Münafiqləri Peyğəmbər o qüsurlu, eyibli sifətlərin cəm arasında deyir. Həmin bu Cəllas nə deyir? Vallahi, diqqət edin kəlməyə. Vallahi. Vallahi nədir? Allah var ya yoxdur? Vallahi. لَاِنْ كَانَ مُحَمَّدْ صَادِقًا فِي مَا يَقُولُ Adı Peyğəmbər də demir. Məhəmməd sallallahu aleyhi və alihi və səlləm bu dediklərində doğru, dürüst olsa فَنَحْنُ شَرٌّ مِنَ الْحَمِيرِ Biz uzunqulaqdan da bəddərik. Əgər bu şəxs dediyi düzdürsə, biz uzunqulaqdan da nəyi sayılırıq? Şər sayılırıq. And olsun Allaha. Sözə baxın, cümlənin tərkibinə baxın. And olsun Allaha, bu şəxsin dediyi düzdürsə, bizlə heyvanda fərq yoxdur. Ki, münafiqlər belədir, münafiqlər elədir, Peyğəmbər vurur. Bu da oturub yanında birinə deyir, əgər onun dediyi and olsun Allaha düzdürsə, onda bizlə heyvanın fərqi yoxdur. Biz uzunqulaqdan da şər hesab olunacaq. Yanında olan səhabə deyir ki, yox, mən səndən bunu eşitdim, səni xilas eləməliyəm. Gizlətsəm həm özüm həlak olacam, həm sən həlak olacaqsan. Mən səni xilas eləməliyəm. Peyğəmbərə deyəcəm ki, sən belə bir şey dedin. Gəlir Peyğəmbərimizə deyir. Peyğəmbərimiz də onların hər ikisini minbərin yanında and içməyə dəvət edir. O deyir ki, deyib, həmin bu Cəllas da deyir ki, and olsun Allaha deməmişəm. Və Tövbə surəsinin 74-cü ayəsi nazil olur. Uzun məsələdir, ora daxil olmuram. İndi
Allah'ın Resulü, o la ilahe illallah çattıran oturup orada, o deyir, vallahi and olsun Allah'a bunun dediği nedir? Düz olsa vay bizim halımızı. Bu la ilahe illallah yəqinləndir ya şəkinləndir? Yani yəqin kifayət deyil. Yəqin ne zaman kifayət olur? O la nafiye lil cins olanda. Mən yəqinim var ki Allah var, İsa da onun oğludur. Yəqinim var ki Allah var, şəkkim yoxdur. Geniş bir kütlədən soruşsuz, Allah var deyəcək, hə. Şəkkim var, əbədən. Və İsa da onun oğludur. Həmən bu yəqin nədir? Yenə kifayət deyil. Çünki la ilahe illallah bütün o ilah cinsi ne olmalıdır? Şəxs tərəfindən inkar olmalıdır. Bu cinsin inkarı yəqinlə yoğrulmalıdır. Bir nəfər deyək ki, yəqinim var ki Allah var, amma onun şəriki də var. Bu yəqin kifayət deyil. Deməli, fəqət o iradı deyim, amma müzakirəsini saxlayaq gələn dərsə. Deməli, bu araşdırma ilə bizə bəlli oldu ki, la ilahe illallah təəccübsüz, şəksiz, tərəddüdsüz deyilməlidir. Başqa bir sözlə, la ilahe illallah yəqinlə deyilməlidir. O yəqin də hardan gəlməlidir? Qəlbdən dilə cari olmalıdır. Yaxşı. Fəqət iradı deyim, müzakirəsi özü bir mövzudur. Deməli, Bəqərə surəsi 259 və 260. Deməli, 259-da Üzeyr əleyhissalam Allaha deyir ki, ölüləri necə dirildirsən? Və 260-da da İbrahim əleyhissalam deyir ki, ölüləri necə dirildirsən? Və Allah buyurur, əvələm tu'min, iman gətirməmsənmi? Deməli, Peyğəmbərdir, Allaha deyir ki, ölüləri necə dirildirsən? Allah da deyir, iman gətirməmsənmi? İndi burada bu la ilahe illallah, la ilahe illallahla danışır ya başkasıyla danışır? La ilahe illallahla danışır da, la ilahe illallaha deyir ki, ölüləri necə dirildirsən? Özü də Qur'an-ı Kərimdə iki yerdədir, ikisi də ardıcıl. 59-60. Bəqərə surəsi 259-da biri sual verir Üzeyr əleyhissalam və 260-da da İbrahim əleyhissalam. İndi bu la ilahe illallahla belə danışmaq olar ya, yox. Onu saxlayırıq inşallah gələn dərsə. Allahın verəm İzzət Cəlalına xatir bizi yəqinlə la ilahe illallah deməkdə yardımcı olsun bizə. Allahın verəm İzzət Cəlalına xatir ixbar yolu ilə əldə elədiyimiz yəqinimizi hiss məqamına çatdırsın. Allahın verəm İzzət Cəlalına xatir zamanə imamının zuhurunu təcil eləsin. Və burada cəm olmuş mömin möminatı Allah Teala Muhammed və Ali Muhammedə xatir öz hifzi əmanında saxlasın və onların hifzi əmanında qalmaları üçün ucalı Məşədi kimi salavat zikr edin.